Çəkdilər. Əl vursam onlara. Deməli, indi siz deyirsiniz ki, biz kraliçə arını yumurtaykən artıq hansı kraliçə arı olduğunu bilirik. Bəli, bəli. Yəni sürfə halında yox. Bəli, bəli. Və hər bir məsəl üçün burada bütün hamısı sürfə olsun. Aha. Əgər sürfəni 3 gün yox, 10 gün südlə bəsləsələr, o avtomatik çevrilib ana arı olur. Hə, tamam da biz də elə keçirik. Siz bəs deyirsiniz yumurta halında bilirik. Məsələn, biz deyirik ki, yumurtadan çıxdı sürfə, daha sonra qidalanmasına uyğun olaraq, əgər arı südü ilə bəslənəcəksə, bu olacaq kraliçə arı, yox, əgər tozcuqla bəslənəcəksə, bu da olacaq işçi arı. Bəli, bəli. Amma yumurta halında bəllidirmi ana kraliçə arının, yəni bu yumurtadan çıxması? Bax, mənə o maraqlıdır. Siz yumurta halını deyəndə, məsəl üçün, süd, deməli, toxum yumurta olur, sonra larvaya çevrilir, daha sonra böyüyür, artıq ağzı bağlanır. Bu gördüyünüz balaca ağlar hamısı kraliçanın qoyduğu 1 günlük, 2 günlük yumurtalardır. Bunlar hələ sürfə formasına keçməyib. Sürfə formasına bir müddət sonra keçəcək. Əgər bu arı anasız qalarsa, ana zədələnərsə, ana tələf olarsa, arılar onların ən yaxşılarını seçərək özlərinə kraliçə hazırlayırlar. Onun üçün larva vəziyyətinə keçməlidir bunlar. Larva vəziyyətinə keçdikdən sonra bunları südlə qidalandırırlarsa, bunlar kraliçə arı sayılır. Əgər çiçək tozu və balla qidalanırsa, adi işçi arı olur. Tamam. Yəni dediniz də burada artıq aydın oldu ki, hansının işçi arı, hansının kraliçə arı olacağı hələ bəlli deyil. Bəli, bəli. Daha sonra bəslənməsinə əsasən bu kraliçə arı və ya işçi arılar olur. Amma tutaq ki, pətəkdə ana arı yoxdursa, artıq hansı yumurtanı öncədən seçirlər ki, biz bu yumurtadan çıxan sürfəni, misal arı südü ilə qidalandırıb, bunu ana arı, kraliçə arı edəcəyik. Bu hansıdır ana arı? Kraliçə arı. Kraliçə arı. O necə fərqləndi onlardan? Fərqlənir, görünür. Baxın, ayaqlarında fərq. Biraz hörümçəyə oxşuyur ayaqlarından. Fikir versəz, görəcəksiniz. Ayaqları biraz hörümçək kimidir. Bax, balacaların ayaqlarına baxın, ana arının, kraliçanın ayaqlarına baxın. Həm ölçü boyutuna görə, yəni boyuna görə, həm də ayaqlarına görə biz ayırd edirik. Bu artıq toxum tökən mayalanan ana arıdır, kraliçadır.